Ət-Tariq, Gecə gələn surəsi Məkkədə nazil olmuşdur. 17 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Vəs-səmai vət-tariq. And olsun göyə və gecə gələnə. وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ. Sən nə bilirsən, o gecə gələn nədir? النَّجْمُ الثَّاقِبُ. O nurlu qaranlıqları yaran parlaq bir ulduzdur. إِن كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ. Bütün bunlara and olsun ki, elə bir kəs yoxdur ki, onun və əməllərinin üzərində, əqidə və əməllərini səhifələrdə yazmaqla, onu dünyada hadisələrdən saxlayan və bərzəxdə və qiyamətdə əbədi mənzilin sərhədinə yetişənəcən, onu qoruyan bir şəxsdən ya bir dəstədən ibarət olan bir gözətçi olmasın. فَلْيَنْظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ. Elə isə insan baxmalıdır ki, nədən yaradılmışdır? خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ. O sıçrayan bir sudan, kişi və qadın nütfəsinin qatışığından yaradılmışdır. يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ. O su, kişinin belindən və qadının sinə sümüyünün arasından çıxır. إِنَّهُ عَلَى رَجْعِهِ لَقَادِرٌ. Şübhəsiz ki o, yaradan Allah, onu, insanı ölümdən sonra həyata qaytarmağa da qadirdir. يَوْمَ تُبْلَى السَّرَائِرُ. Gizli sirlərin aşkar olacağı, beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı gün. فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ. O gün ilahi əzabının müqabilində onun nə bir gücü, nə də bir köməkçisi olar. وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ. And olsun dönüşü olan göyə, buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzlar qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar. وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ. And olsun bulaqların qaynaması, bitkilərin bitməsi və qiyamət günü qoynundakıları çölə tökmək üçün yarıqları olan yerə ki, إِنَّهُ لَقَوْلٌ فَصْلٌ. Qur'an şübhəsiz, haqla batili ayıran qəti bir kəlamdır وَمَا هُوَ بِالْهَزْلِ. və əsla boş bir söz və zarafat deyildir. إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا. Əlbəttə onlar daim hiylə və məkr işlədirlər. وَأَكِيدُ كَيْدًا. Və mən də hilələrinin müqabilində bir tədbir tökərəm. فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا. Belə isə, ya Peyğəmbər, kafirlərə möhlət ver və onları biraz öz başlarına burax. Bir müddət mücadilə, mübarizə və intiqama başlama.